Self-improvement is masturbation. Now self-destruction. Excuse me. 21-ci əsr kişilərinin başlıca problemlərindən biri çatışmazlıqdır. Şəxsi inkişaf nəyisə düzəltmək üçün olunduqda özünü məmnun etməkdir. Çalışmaq səhv deyil. Lakin problemin qaynağını bilməmiş ona həll yol axtarmaq bizi istədiyimiz yerə çatdırmaz. Necə ki, xoşbəxt olmaq üçün bir şey etmək doğru deyilsə, bu da o deməkdir. Bu mövzuya əsasən mühakiməyə məruz qalmış insanlarda daha çox rast gəlinir. İnsanlardan qəbul ala bilmək, onları məmnun etmək üçün şəxsi inkişaf üzərində çabalayırlar. Lakin sorğulanmamış mövzu həll edilməyə dəyməz. İlk öncə bu boşluğu nə üçün doldurmaq istədiyini anla, daha sonra hərəkətə keç. İnsanlar tərəfindən mühakimə olunmamaq üçün etmək dedikdə, əgər sənin ünsiyyət qurmaqla problemin varsa, idman etmək və yaxud ünsiyyət qurmaqla bağlı izlədiyin videolar, öyrəndiyin məlumatlar sənə o qədər təsir etməyəcək.